Bəzən elə olur, sosial şəbəkədə birini görürsən. Əlində qəhvə, qarşısında notebook, arxada dəniz. Yazıb ki, özün üçün yaşa, həyatı sev. Və sən baxırsan, içində qəribə bir sükut olur. Düşünürsən ki, mən niyə belə yaşaya bilmirəm? Elə bil sən səhv yerdəsən, ya da geridə qalmısan. Hə, bax o his var ha. O hissəsini sənə təlqin eləyiblər. Çünki indi hər kəsin xoşbəxt olmağı vacib deyil. Xoşbəxt görünməsi vacibdir. Zənginlik indi sadəcə pul deyil, brend kimlik olubdur. Bahalı maşın, xaricdə istirahət, süfrədə oyuncur yemək. Əslində çox vaxt bu adamların heç biri xoşbəxt deyil. Sadəcə kamera qarşısında həyatım çox gözəldir deyir. Çünki o da sistemin bir hissəsinə çevrilib. İndi sosial media sanki yarış meydanına dönüb. Kim daha çox qazanır, kim daha bahalı geyinir, kim daha çox lifestyle göstərir. Amma ortada çox dərin bir boşluq var. İnsanlar özlərini başqalarının gözü ilə dəyərləndirməyə başlayıb. Artıq dəyər deyil, diqqət vacib olub. İndi birinin dəyərli sayılması üçün onun paylaşımından çox baxılmalıdır. Birinin səsi eşidilməsə sanki mövcud deyil. Mən Avropada o tərz insanları çox görmüşəm. Səhərdən axşama işləyən, amma axşam evə gedəndə özünü xoşbəxt göstərməli olan insanlar. Əgər həyatında nəsə çatışmırsa, səni dərhal uğursuz kimi damğalayırlar. Halbuki bəzən insan sadəcə sakit bir gün istəyir. Bir stəkan çay içib fikirləşmək, telefon əlində olmadan səssizcə oturmaq. Amma indi bu da zəiflik sayılır. Çünki proqram belə yazılıb. Daha çox istə, daha çox paylaş, daha çox göstər. Sən heç fikir vermirsən, niyə indi hamı öz həyatını göstərir, amma heç kim özünü göstərmir? Çünki içində göstərmək üçün cəsarət lazımdır. Amma kamera qarşısında gülümsəmək daha asandır. Bazen bir şəkil paylaşıb yazır, şükür hər şeyə. Amma o paylaşma edəndə içindəki səs deyir. Bəs mən niyə xoşbəxt deyiləm? Bax, elə orada başlayırsan depressiya. Depressiya təkcə dərmanla həll olacaq bir məsələ deyil. O sənin real həyatınla göstərdiyin həyat arasındakı fərqin böyüməsindən yaranır. Mənim fikrimcə zəngin həyat tərzi bir xəyal satır. Sənə deyirlər ki, əgər bu saatı alsan, bu maşını sürsən, o ölkəyə getsən, xoşbəxt olacaqsan. Amma sən ora çatanda başa düşürsən ki, yox, bu da o deyilmiş. Çünki insanın içindəki boşluğu heç bir maddi şey doldura bilmir. Əslində sən zənginlik istəyirsən, amma daxili zənginlik, sakitlik, balans, rahatlıq. Amma bunları heç kim satmır. Çünki bunlardan pul qazanmaq olmur. Sosial media bizə xəyal satır. Biz də o xəyalı kreditlə alırıq. Hər kəs başqasının həyatına bənzəmək üçün borca girir. Amma burada maddi borcdan söhbət getmir. Ruhi borca girir. Sən öz enerjini, rahatlığını, hətta şəxsiyyətini belə verirsən ki, onlar kimi görünəsən. Və sonra bir gün ayılırsan ki, sən artıq özün kimi deyilsən. Nə özünə bənzəyirsən, nə də onlara. Elə bir boşluq versiyası olursan. Həyat belə olmamalıdır. Sən kiməsə nəsə sübut eləmək üçün yox, özünü yaşamaq üçün varsan. Amma bunu xatırlamaq indi çox çətindir. Çünki hər şey səni kənara çəkir. Reklamlar, filmlər, influencerlar, hamısı sənə eyni mesaj verir. Yetərincə deyilsən. Əslində sən çoxundan yetərincəsən. Sadəcə sənə inandırıblar ki, daha çox lazımdır. Daha çox paltar, daha çox dost, daha çox uğur. Amma o daha çoxlar heç vaxt bitmir. Mən bəzən belə düşünürəm. Əgər sabah bütün sosial media bağlansa, neçə nəfər özünü hələ də dəyərli hiss edəcək? Bəlkə də çox az. Çünki biz artıq öz dəyərimizi layıqlarla ölçürük. Halbuki əsl dəyər səssiz olanda da qalır. Sənə baxan yoxdursa, sən yenə də insan kimi qalmalısan. Bax, dəyər olur. Bəlkə də xoşbəxtlik elə budur. Sakit bir səhər, bir fincan qəhvə və kiməsə göstərmək məcburiyyətində olmadığın bir həyatı yaşamaq. Heç kimə sübut eləmirsən ki, sən yaxşısan. Sadəcə özün üçün yaşayırsan. Amma sistem bunu istəmir. Çünki sən sakit olanda, sən düşünəndə reklamlara baxmırsan. Daha az istəyirsən və daha az istəyən adam daha az idarə olunur. Ona görə məncə bu zəngin həyatın təbliği sadəcə estetik deyil, idarə mexanizmidir. Razı, balanslı olanda artıq sistemi lazım deyilsən. Amma sən bunu başa düşəndə artıq qurtulmağa başlayırsan və vaxt anlayırsan ki, xoşbəxtlik bəzən çox sadədir. Bir nəfərin səni səmimi dinləməsi və ya tək başına bir günün rahat keçməsi, bax elə bu ən böyük xoşbəxtlikdir. Bax, həyatın paradoksu budur. Ən bahalı şeylər əslində pulsuzdur. Amma ən ucuz şeylər üçün həyatımızı xərcləyirik. Sakitlik pulsuzdur, dostluq pulsuzdur, sevgi də əslində pulsuzdur. Amma biz bunları bir brendə çevirib sonra itiririk. Və günün sonunda bu sual yaranır. Sən doğrudan xoşbəxt olmaq istəyirsən, yoxsa xoşbəxt görünmək? Çünki bu ikisinin arasında çox böyük fərq var. Biri sükunətdir, biri səhnə. Biri gerçəklikdir, biri reklam. Bax, bəlkə də bu sualla bitirək. Sən həyatını yaşayacaqsan, yoxsa başqalarının baxmaq istədiyi bir film çəkəcəksən?